Birinci sualımıza baxaq. Deyir, həcmi 2 megabayt olan diskə 256-nın 512 ölçüdə olan monoxrom şəkli neçə dəfə yazmaq olar? Biz bilirik ki, monoxrom deyiləndə monoxrom ağ-qara kimi nəzərdə tutulur. Və ağ-qara rəng bir dənə rəngə əmələ gətirir. O rəngdə olur monoxrom, adı monoxrom kimi gedir. Və bu zaman bir dənə rəng olduğuna görə ümumən bir pikselə düşən yalnız bir bit olur. Ona görə də monoxrom deyilən kimi bizim ilk ağlımıza gələn burada bir pikselin yaddaşa tutduğu yerdir. Bir pikselin də yaddaşa tutduğu yer 1 bitdir. İndi gəlin məsələmizin həllini yazaq, həll eləyək. Biz piksel məsələlərin həllini su kimi bilirik. Piksel məsələsinin həcmi A vurulsun B vurulsun N'dir. Gəlin yazaq. Həcm bitli ifadə olunur. Baxın, həcm bit yazıram. Bitlə ifadə olunur. Bərabərdir A vurulsun B vurulsun N. Burada piksellərin sayı verilib 256-nın 512-yə. Gəlib yazacağıq 256-nı 2 üstündə 8 kimi, 512-ni də yazacağıq 2 üstündə 9 kimi. Və monoxrom dediyinə görə, gəlib burada bu kiçik n bit olduğunu biliriksə, kiçik n-in yerinə gətirib 1 qoyacaq. Yəni, vurulsun 1. Amma görürük ki, bizdə burada deyir həcmi 2 megabayt olan diskə deyir neçə dəfə yazmaq olar. Bizim amma aldığımız cavab belə deyək bitləndir. Alırıq 2 üstündə 17 bit. Gəlin 2 megabaytı da çevirək bitə. Bitə çevirməmişdən əvvəl bunu sizə əyanı şəklini belə çəkim. Bu mənim 2 megabaytlıq disklərimdir. Bir neçə dənə diskim var. Amma bizə verilən bir dənədir. Deyir bir dənə diskə. Hə, bir dənədirsə, onda gəlib elə yazacağım sadəcə bir dənə 2 megabaytlıq diski. Deyir ki, 2 megabaytlıq diskə sən neçə dəfə bu faylı yaza bilərsən. Gəlin 2 megabaytı çevirək bitə. 2-ni vuracağım 2 üstündə 23-ə və böləcəm 2 üstündə 17-yə. Və buradan alırıq 2 üstündə 24 bölünsün 2 üstündə 17. Əmsallarımız eynidirsə qüvvətlər çıxılacaq. Yerdə qalacaqdır 2 üstündə 7. Demək biz 2 megabaytlıq diskə bu faylı düz 2 üstündə 7 dəfə, 128 dəfə yaza bilərik. Yaxşımı? Bu sual başa düşüldü. Necə elədik? Bir daha başdan izah edirəm. Biz ilk öncə tapdıq deməli həcmi, ümumi həcm. Ümumi həcm bizə verdi 2 üstündə 17 bit. Tabandan sonra 2 megabaytlıq gəlib bir disk çəkdik. Yəni özümüz üçün çəkdik bir kənarda. 2 megabaytlıq diskin də həcmi 2 vurulsun 2 üstündə 23 bitdir. Çünki megabaytdan bitə keçəndə 2 üstündə 23-ə vurarlar. Deyir ki, 2 megabaytlıq diskə sən neçə dəfə 2 üstü 17 bit olan həcmində bir fayl yaza bilərsən? 2-ni vuracaq 2 üstündə 23-ə, böləcək 2 üstündə 17-yə. İxtisalarımızı apardıq, tapdıq 2 üstündə 7. Yəni 128 dəfə biz yaza bilərik. Aydındır bu sual? Bəli. Keçdik Bəli. 27-ci suala. Müəllimə, bir dənə Tamam. sualım var mən. Bəli, Bu buyur. 2 üstündə deyirsiniz, məsəl üçün hansısa rəqəmi tez çevirirsiniz, 2 üstü məsəl üçün 64, 2 üstü 12. Onun bir cədvəli var, yoxsa onu riyazi bilmək Onun lazımdır? cədvəlini ilk dərsdə bildirmişdim. 2 üstündə 0 nəyə bərabərdir? 2 üstündə 1, 2 üstündə 2, 2 üstündə 3. Onların hamısını Mən yazdırmışdım. rekorda baxmışam, axı yoxdur. Yəni rekordda başqa bir şey, Ola bu bilər, bəlkə şeylər var idi. rekord etmədiyim vaxtda düşüb. Misal izahında bir də görsən onları rekord eləmirəm. Misal izahında. Hə. Bəlkə misal Onun izahında elə bir yazdım. kimdəsə cədvəli varsa mənə qrup atardı. Bax bu birisilər var. Bu A vurulsun, B vurulsun, N. Bunları mən skrin elədim. Ya, izahı var idi sizin birinci izahınızda. Amma bu birisi Aha. yoxdur. Mən onu gözüm alışardı, əzbərləyərdim ki, rahat olardı mənə də. Onu deyərsən dərsdən sonra atarım. Tərəfi də Tamam. rahat. İşə qədər istifadə o tərəfi atsan. Bax, ikinci suala. Prosesorun 1 saniyədə əməl edə bildiyi bitlərin miqdarı necə adlanır? Bu rahat sualdır. Haqq tezliyi. Bəli. Bəli. Prosesorun 1 saniyədə
emal edə bildiyi bitlərin miqdarı. Allahın mərtəbəlilik. Tap tezliyi 1 saniyədə yerinə yetirə bildiyi əməliyyatların sayıdır. Əmrlər toplusu disk və risklə bağlıdır. Məhsuldarlıq məsələlərin orta sayıdır. İşçi gərginliyi prosesorla bağlıdır. Bunun bir tərifi yoxdur. Mərtəbəlilikdir burada. Çünki bitlərin miqdarı deyir. 32 bitli var, 64 bitli var və bu da gedir mərtəbəlilik. Ümumən demişdik ki, mərtəbə sözünü harda görsəz, bilin ki, o bitlərlə bağlıdır. Bəli. Gəldik 28-ci suala. 28-ci sual maraqlı sualdır. Orada mən 14 almışam, bilmirəm, səhv almışam. Burada bilmirəm mən də cavabı. 28, Axı 28-də. keçən işləmişdik. Bir də bu işləyirik. Görək bu nə sualdır. Demək, onluq sayı sistemində verilmiş 472 ədədin yaddaşa tutduğu yerə 32 simvollu əlifbanın ən çox neçə simvolunu istifadə etmək olar? Gəlin belə edək. Gəlin belə edək. 472 ədədinin ilk öncə yaddaşda tutduğu yerə baxaq. Onluq sayı sistemində verilib. Biz gəlin bunu keçirək kiçik sayı sisteminə. Necə? 4 üstündə 72 ədədini yazıram. 2 vurulsun, 2 vurulsun. Yox, belə yazıldı. 2-nin qüvvətində. 2-nin kvadratının üstündə 72. Bu mənə nə verir? 2 vurulsun 72, 144 verir də. 144, düzdür? İndi deyin görün mənə. 2 üstündə n ədədində nə qədər 0, nə qədər 1 var? Biz bilirik ki, 2 üstü n ədədində n dənə 0, bir dənə də 1 var. N dənə 0, bir dənə 1. Və 2 üstündə 144 ədədində olacaq. 144 dənə 0. 144 dənə 0. Bir dənə də 1. Ümumilikdə mənə 145 simvollu 1 və 0-lardan ibarət ədəd əmələ gətirir. Mən də bilirəm ki, 145 dənə simvol elə yaddaşda yer tutacaq 145 bit. Yəni həcm bərabər olacaqdır 145 bitə. Bizim də əlifba məsələmizin düsturu var. Həcm bərabərdir m-in düsturuna. Həcm bitlə ifadə olunur. Bərabərdir m vurulsun n-ə. Həcmin yerində durur 145. Elə yazıram 145. Bərabərdir. Məndən istənilən simvol saydı m vurulsun 32 simvollu əlifba. 32 simvollu əlifbanın bizə yaddaşda tutduğu yeri lazımdır. 32 simvollu əlifbada bir simvolun yaddaşda tutduğu yer 5 bitdir. Niyə? Çünki 32 böyük n-dir. Amma mənə lazım olan kiçik n-dir. Çünki düsturumuzda kiçik n-dir. Görürsünüz m-in düsturunda. Gətirib m-in yerinə qoyacağım. Burada n-in yerinə 5. Və 145-dən də 5 aparacağıq. M-i tapacaq 29. Cavabımız olacaqdır Y variantı. Bunun həllini sərgəli şəkildə sizin üçün burada yazıram. Bir daha. Biz burada 472 ədədini sadələşdirdik. Dedik ki, 472 ədədini birinci kiliyə gətirmək lazımdır. Və yazırıq. 2 üstündə 144 kimi. 2 üstündə 144 ədədində 144 dənə 0 var. Bir dənə də 1 var. Ümumilikdə mənə gətirir 145 simvollu kilit sayı sistemində bir ədəd. Və həcmi deməli bunun 145 bitdir. Çünki biz bilirik ki, kilit sayı sistemində hər bir simvolun yaddaşda tutduğu yer 1 bitə bərabərdir. Ümumilikdə mənə gətirdi 145 bit. Və gəlib həcm bərabərdir, n vurulsun n düsturunu yazırıq. Burada həcmi yerinə qoyacaq 145 bərabərdir. M-in bizdən simvolların sayını istəyir, m-nı. Vurulsun 32 simvol əlifbada da bir simvolun yaddaşda tutduğu yer 5 bitdir. M də olacaqdır 29. Bu qədər. Çox qəşəng sualdır bu sual. Belə. Kimsə nəyəsə başa düşmədisə buyurub bildirsin. Buyurun. Həcer xanım, bu 5 2 üstü 32-nin 2 üstü 5 ifadəsidir də. Bəli, bəli. Oradan 5-i götürdük. Çünki bir simvolun bizə yaddaşda tutduğu yer lazımdır. Hı -hı. Növbətə gəldik 29-cu suala. 29-cu sual da çox maraqlı sualdır. Bizdən şərtdə təkrarlanmaların sayı istəyir.
Təşkilanmaların sayı istənilirsə, o zaman artıq biz bu hissəni hesablamırıq. Əgər bizə desəydi ki, bu cəmləmədə qiymət nəyə bərabər olar, o zaman artıq biz bu hissəni hesablayardıq. Amma bizdən şərtdən sadəcə təkrarlanmaların sayını istəyir. Yəni biz I, J, K-nın qiymətlərini tapıb vuracaq bir-birinə. Biz bu tipli sualların həllini bilirik. I nəyə bərabərdir? I bərabərdir 4 çıxılsın 1 plus 1-ə. Tapdıq 4. J nəyə bərabərdir? Yuxarıdan çıxarıq aşağının üzərinə gələrik 1-i. 5 çıxılsın 3, toplansın 1. 5-dən 3 çıxanda 2, 2 ilə 1-i toplayanda 3. K nəyə bərabərdir? 9-dan çıxarıq 6-nı, üzərinə gələrik 1-i. 9-dan 6 çıxanda neçə eləyir? 3, üzərinə 1, 4. 4 aldıq. Aldığımız cavabları vuraq bir-birinə. I, J, K olacaqdır. 4 vur 3 vurulsun 4. 16, 48. Cavabımız olacaqdır 48. D variantı. Müəllim, Evet, bir soruşma bəli, buyurun. saydı. JK-nı aparıb hamısının yerinə qoyacağıq da 3 Aha, vurulsun. bəli. Əgər bizə desəydi ki, burada Aytac, Yanı gətir, hesab. bu qiyməti hesabla. Amma məndən təkrarlamaların sayı istəyir. Təkrarlamaların sayı I, J, K-nın bir-birinə olan hasilidir. Gəldik 30-cu suala. Görən bəzi tələbələrimiz var ki, artıq dərs onlara maraqsız gəlir. Ona görə də dərsdən çıxırlar. Deyirlər ki, bu nə suallardır, bu nə çətin suallardır, belə qalırlar. Sistem blokunun xarici qurğuları ilə informasiya mübadiləsini həyata keçirən yuvalar necə adlanır? Portlar. Bəli, bəli, doğrudur. Sistem blokunun xarici qurğularla informasiya mübadiləsini həyata keçirən yuvalar adlanıb portlar. Driverlər nə idi? Driverlər əməliyyat sistemi ilə xarici qurğular arasında əlaqə quran proqramlar toplusu, şinlər, naqillər yığınıdır şinlər, kontroller, periferiya qurğularının kompüterlə əlaqəsini əhatə edən kontrollerdir, yəni mikrosxemdir. Adapter bildiyimiz zaratka yığan adapter, bir də var portlar. Portlar da ki, xarici qurğuların qoşulması üçün istifadə olunan sistem bloku üzərindəki yuvalardır. Gəldik 31-ci suala. Deyir, failə gedən yolun düzgün ardıcıllığını göstərən. Birinci hər zaman təbii ki də gələcəkdir D diski. Ən sonunda gəlir failin adı. Gəlin belə edək. D diskindən sonra yadınızda saxlayın ki, bir dənə DS işarəsi olur. Bir dənə DS. Ondan sonra Deməli, informatika gəlir. informatika. İnformatika. Deməli, baxaq, Y-dan sonra K gələn variant var. Elə bir dənə A variantıdır da, A digər variantı. Elə ona Bəli. əsasən. Hə, bu rahat Mən də sualdır. ona A Digərləriniz- yazmışam. Hə, rahat sualdır. Elə Y-dan sonra K gəldi, digərlərinə baxmırıq. Gəldik 32-ci suala. Deyir, sıfırların sayı birlərin sayına neçə dəfə azdır? Kim 92 nə kimi götürək? Götürək 2048. Belə yazaq da 2092-ni 10-luqdan 2-yə keçirtməyin 2 dənə yolu var. Bir bölə-bölə getmək üsulu, bir də 2-nin qüvvətlərini cəmi şəklində göstərmək. 2092-ni yazıram 2048. Toplansın 32, verir 280. Toplansın 8 plus 4. Bu da mənə verəcəkdir. 2 üstündə 11, toplansın 2 üstündə 5, toplansın 2-nin kubu, toplansın 2-nin kvadratı. Gəlib cədvəlimizi qururam. 2 üstə 11, 2 üstə 10, 2 üstə 9, 2 üstə 8, 2 üstə 7, 2 üstə 6, 2 üstə 5, 2 üstə 4, 2-nin kubu, 2-nin kvadratı, 2 üstü 1 və 2 üstündə 0. Hansı 2-nin qüvvəti iştirak edirsə, onun altına gətirib 1 yazıram. 2 üstü 11-in altına 1 yazdım. 2 üstü 5-in altına 1 yazdım. 2-nin kubunun altına 1. 2-nin kvadratının da altına 1. Yerdə qalanlarına 0. 2, 3, 4, 5, 6, 7, 8. Demək,
Mənim burada 8 dənə sıfırım var. 4 dənə də birim var. Əslində bunun asan tapılma qaydası var. Birisi necədir deyəcəm. 4 dənə də 1 var. Baxın, mənim cəmi nə qədər 2-nin qüvvəti iştirak edir 2092-nin əmələ gəlməsində? Cəmi 4 dənə 2-nin qüvvəti iştirak edir. Buradan belə bir nəticə çıxır ki, 4 dənə 1 var. Yəni bu rahatdır. Nə qədər 2-nin qüvvəti iştirak edirsə, o qədər 1 var. Bəs yaxşı, sıfırların sayını bu cədvəl qurmadan necə tapa bilərik? Mənim burada ən yuxarı qiymətim 11-dir. Ən aşağı qiymətimdə təbii ki olacaq 2 üstündə 0. 11-dən 0-a qədər də ümumiyyətlə 12 dənə ədəd var. 12 dənə ədədin 4 dənəsi 1-dirsə, deməli yerdə qalan 8 dənəsi də 0-dır. Bu qədər. Yəni bunu buradan tapmaq olur. Bir də var belə cədvəl qurmaq. Hansı yol sizə daha rahatsa, onunla da həll edə bilərsiniz. Bu sual başa düşüldüsə, keçək 33-cü suala. Deyir, müəyyən səviyyədə kompüterin konkret tərkibini və onlar arasında əlaqələr təyin edir. Kompüterlərin tərkib hissələrinin hansı qaydalarla əlaqələndirilməsi? Biri təbii ki də arxitekturada, biri də strukturdur. Birinci gələcək olacaqdır strukturu. Çünki struktur onun görünən hissəsidir. Arxitektur isə onun görünməyən hissəsidir. Daxilidir. Sıt, ar var, D A variantı. 34. Həm giriş, həm də çıxış qurğularını seçin. Həm giriş, həm də çıxış qurğularına aiddir modem. Çünki modem həm analoq rəqəmsala, həm də rəqəmsala analoqa çevirən qurğudur. Şəbəkə Sensor kartı monitor. həm giriş, həm çıxış qurğusudur. Sensor monitor da həm giriş, həm də çıxış qurğusudur. Bizim günləri istifadə etdiyimiz telefonlar sensor monitordur. 1, 4, 5 var? Var. Y variant. Skaner giriş qurğusudur. Plotter printerin böyüyüdür, çıxış qurğusudur. LCD monitorun növüdür. Splitterdəki splitter keçən dərs bunu göstərmişdim. Bu sizə əslində lazım deyil. Yəni splitter baxın belə bir qurğudur. Göstərim bircə dəqiqə şəklini. Baxın belə bir qurğudur. Sanki baxın bu. Kompüterlərimizin quyruğu, başlıq hissəsi, port hissəsi ona oxşuyur. Splitter baxın budur. Belə. Gəldik proqram interfeysi. A variantıdır bu. Proqram interfeysi də elə A variantına uyğundur da. Bütün Bəli. variantları oxuduq. Gördük ki, ən burada uyğun cavab elə hansıdır? A variantı. A variantı. Bəli. A variantı. Növbəti baxdıq 36-cı suala. Ay maşallah, bu nədir? Deyir, açılan layout düyməsini nasıl düzən? Baxın, burada 2 dənə şəkil qoyulubdur. Bir dənə də yazı var. Fikir verin, yuxarıya baxsaq nə olacaq? 2 dənə şəkil, bir dənə də yazı. D variantı. Bu rahat sualdır. 2 dənə şəkil, bir dənə də yazı. Növbəti gəldi 37-ci suala. On altı simvoldan ibarət olan mətnin həcmi 48 bitdir. Bu mətnin yazıldığı əlifba neçə simvoldan ibarətdir? Əlifba məsələsidir bu da. Əlifba məsələsi demişik, bitli ifadə olunur. Həcm bitli ifadə olunur. Bərabərdir M vurulsun N-ə. Bizə həcmi verib 48 bit. Həcmi yerində durdu 48. Bərabərdir. 16 simvoldan ibarətdir. Elə yazacağım 16. Çünki M-nın yerinə durur 16. Bəs nə zaman biz 4 götürərdik? Əgər bizə desəydik ki, 16 simvollu əlifba. Onda artıq biz 4 götürərdik. Amma bizdə verib 16 simvoldan ibarət. Deməli, böyük M 16-dır. Mən birinci kiçik N-i tapacağım. Və gəldim ixsalarımı apardım. Buradan N-i tapdım 3. Amma məndən istənilən ümumi əlifbada deyil neçə simvol var.
Bu zaman artıq böyük n-dir. Çünki böyük n hər zaman ümumini bildirir. N bərabərdir 2-nin kubu. O da olacaqdır 8. Mən bunda həmişə çaşıram. Hansında ədədin özünü istəyir, hansında o 2-nin qüvvəti şəklində. Ben Bax, de səndə böyle. nəsə var ki, ümumini istəsə, sənə deyir, bax, yazıldığı əlifba neçə simvoldan ibarətdir. Yəni, ümumi əlifbaların sayı istənilir. Əlifbadakı simvolların sayı istənilir. O zaman bil ki, bu böyük n-dir. Yəni, böyüklük var da, onda ümumilik var. Amma sənə burada deyir, 16 simvoldan ibarət. Yəni, ümumilikdə Burada da bax mətnin... yenə hesablamışam 3 götürmüşəm cavabı. Bax, sənin deyir ki, mətnində istifadə olunan hər hansı bir sözdə 16 dənə simvol istifadə olunubdur. Amma sənin ümumi simvolların sayını istəyir. Ümumi simvolların sayındakı düstur n bərabərlik 2 üstündə n düsturudur. Sən gəldin buradan kiçik n-i tapdın, qoydun böyük, belə deyirlər, n-i istifadə tapanda 2-nin qüvvətinə. Hə, əlifbada 8 dənə simvol var. Amma onun istifadə olunub, ona belə deyək də, bir neçə hərf təkrarlanıb 16 dənə simvolundan istifadə olunub. Məsələn, belə bir ifadə yazımda Həcər sözü. Bax, Həcər sözü. Həcər. Yazıram Həcər Əliyeva. Əliyeva. Görək burada ümumilikdə nə qədər simvol var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12... 12 dənə simvol var. Yaxşı, bəs nə qədər fərqli simvol var? Onları gəlin sayaq. I, Ə, C, R, L, I, Y, E, B və A. Fərqli simvolların sayını tapaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Demək, bu 10 simvollu bir əlifbadır. 10 simvollu əlifbadan istifadə etməklə mən 13 dənə belə bir simvollardan ibarət yazı yazdım. Tema tutduq indi nə deməkdir? Bəli, doğrudur. Bunu yazan kimdir? Firuzə. Firuzə düzdür. Deyə götürək öz əlifbamıza 32 dənə simvol var. Amma mətnlər yazanda görün, biz nə qədər sözlər, mətnlər yaza bilirik. Biz 32 dənə hərfdən nə qədər sözlər yaza bilirik? Nə qədər cümlələr qura bilirik? Bizə də həmin 32 simvol əlifbada bir simvolun yaddaşda tutduğu yer istəyir. Azərbaycan əlifbasında bir simvolun yaddaşda tutduğu yer 5 bitdir. Niyə? Çünki 32 simvolludur. Yəni 32 də bərabərdir 2 üstündə 5-ə. Başa düşdük indi? Evet. Bəli, müəllim. Dəqiq olsun, bax. Deyir, əlifba ümumilikdə neçə dənə simvoldan ibarətdir? 8 dənə simvoldan ibarətdir. 16 belə deyə istifadə olunubdur. 8 simvoldan 16 simvollu bir söz əmələ gətiriblər. Məncə bundan sonra bütün əlifba məsələsini qarışdırmazsınız. Deyə düşünürəm. İnşallah ki, qarışdırmazsınız. İndi baxaq. İnşallah. Deməli, ümumi soruşanda 2-nin qüvvəti kimi götürürük bütöv. Aha, bəli. Amma belə soruşanda yalnız o qüvvətini də, yəni belə başa Bəli, düşürəm. bəli. Sualımız nə ilə bağlıdır? 38. Word ilə bağlıdır. Görə nə istənilir? Mülahizələrdən hansı doğrudur? Faillərin tutumuna baxmaq üçün Options pəncərəsindən baxırlar. Faillərin tutumuna baxmaq üçün xeyr, Options pəncərəsindən baxmırlar. Info pəncərəsindən baxırlar. Çünki info pəncərəsində biz failin nə qədər yaddaşda yer tutduğunu bilə bilərik. Sonra avtomatik mündərcat. Xeyr, mündərcatları yaratmaq üçün biz reference tabından istifadə edirik. B variantı da burada yanlışdır. A da yanlışdır, B də yanlışdır.
C variantı. Sənədin sətirlərin nömrələnməsi xeyr, insert tabı yazıbdır. Yadımızda saxlayaq ki, sənədin sətirlərinin nömrələnməsi olur. Demək, layout tabından. Layout. Amma sənədin abzasların nömrələnməsi olur home tabında. Abzas nömrələnməsi home tabıdır. Sətr nömrələnməsi isə layout tabıdır. Növbəti D variantı tək və cüt səhifələrə verilmiş qalan titulları page setup dialoq pəncərəsində istifadə etməklə fərqləndirirlər. Tamamilə doğrudur. Biz daxil olaq burada layout tabının page setup link qrupunu. Özdə bunu o qədər demişəm. Bunu unutmaq qeyri-mümkündür. Burada headers və footers var. Yazdıq different, odd and even, different first page. O qədər düşən sualdır ki bu. Həddindən artıq, yəni gözümüzü belə deyirlər də bezdirib artıq bu sual bizim. Çox düşür. Tək və cüt səhifələri fərqləndirmək üçün page setup link qrupundan istifadə olunur. Düzdür. Bu belə. Deyir ki, file tabının close əmri Word proqramını bağlamaq üçündür. Xeyr. Word-ü bağlamır burada close. Sadəcə sənədi Sənədi bağlayır belə bəli. şəkildə gətirir. Sənədi bağlayır, bəli. Məsələn, mən gəlirəm burada yazıram salam ifadəsi. Salam. Sənədə yeni bir yazı əlavə etdim. Gəlirəm close-u klikləyirəm. Deyir, yadda saxlamaq istəyirsən, yoxsa yadda saxlamaq istəmirsən. Yəni, Word-ü bağlamaq üçün deyil. Belə. Sənədi bağlamaq üçündür. Gəldik 39-cu suala. Deyir, aşağıdakılardan hansılar yanlışdır? 16-lıq sayısının 12-dədir, bu 8-dədir. Elə birinci, üçüncü gözümüzə dəydi. 8-ci say sistemində A yoxdur. Sonra, ikili say sistemində bu 3 ola bilməz. Olacaq cavabımız 3-5. D variantı. Birinci doğrudur, ikinci doğrudur, dördüncü doğrudur, 16-lıqda da ki 1-6 ola bilir. Doğrudur. 40. Deyir, print eynəsiz xarakteristikaları hansıdır? Print eynəsiz xarakteristikalarına aiddir qiyməti, dənq imkanları, çap sürətini görək veriblərmi? 2-3 o dəqiqdir. C variantı oldu. Bəli, Bir veriblər dənə çap çap sürəti. sürəti, aiddir. Bir də tak tezliyi prosesorə aiddir. 7 səhvdir. İşləmə qabiliyyəti. 205-6 var, bəli var, C variantı. Bəli. Növbəti bax, Şərqiyə, sənin sualın, Şərqiyə bax. Bəli. Eşidirsən Şərqiyə, hələ. Bax, 41-ci sual, megabitdə bağlıdır. Tələb olunur ki, neçə megabaytdır? Deyir, şəbəkənin qəbul etmə sürəti 4 megabit bölünsün saniyədir. Bu şəbəkə ilə 16 saniyədə maksimum neçə megabayt informasiya qəbul etmək olar? Həcmimiz nə ilə ifadə olunur? Həcm bitlə ifadə olunur. Hər şey üzrü sayın. Bizim burada heç verməyə baxaq. Heç nə. Həcmi mən olduğu kimi yazıram. Həcm bərabərdir V vurulsun T yazdım. Çünki mən yaza bilmərəm ya bitdi, ya baytdır. Çünki sürətdən asılıdır o. Həcm bərabərdir V vurulsun T düsturunu yazdım. Mənə burada veribdir sürəti 4 megabit bölünsün saniyə. 4 megabit böl saniyə. Və T-ni də veribdir 16. Vurulsun 16. Cavab isə məndən megabaytdan istəyir. Gəl biz bunları hələ vuraq bir-birinə. Aldıq 64 megabit. 64 megabiti çevirəcəm megabayta. Bölgüdə 8. Bax, mega hissələri eynidir. Görürsən, megalar eynidir. Biz birincidən birinciyə keçərik, ikincidən də ikinciyə keçərik. Mega hissələri eynidir. Bitdən bayta keçirəcəm. İkincidən də ikinciyə keçmək lazımdır. Bitdən də bayta keçirəndə 8-ə bölürlər. 8-ə bölürəm. Demək, mən 64-ü böləcəm nəyə? 8-ə. 8-ə. Sürəmiz olacaq 8. Bölməmişəm onu. Ona görə səhv çıxdı məndə. Olduğu kimi saxlamısansa, təbii ki də səhv olacaq. Gərək böləsən. Sonra, gəldi plot dellərə. Bu plot dellərin biraz başı bəlalıdır. Niyə? Quruluşuna görə var, çap ölçüsünə görə var, sonra nəyə görə var idi? Əsas ikisi idi. Bu plot dellərin başı bəlalıdır. Gəlin o plot delləri göstərək. Plot del çıxış qurulusudur. Aha, plot del. Nələri vardı? C variantı. Çap texnologiyasına görə. Çap texnologiyasına görə plot dellərin növləri. Perolu, yəni qələmli, karandaş qələmli,
şırnaqlı, elektrostatik, lazerli, LED, istiliyi ötürməsi əsasında təsviri birbaşa çıxaran ploterlər, quruluşuna görə barabanlı planşetli, sab məhsulunun ölçülərinə görə ölçü deyiləndə kağız nəzərdə tutulur. A0, A1 formatında rulon, A3, A2 formatında isə planşet tipli ploterlər vardır. Bu belə. Bizdə də nə istənilir? Quruluşuna görə istənilir. Quruluşuna görə olur balabanlı, planşetli. Gəldi 43. 43-cü sualı dəfələrlə demişik. Skanerin aktiv imkanları DPI-dir. Baxın, DPI bəli. kitabımızda da verilibdir. Skaner görək dərsi hardadır? Hə, skaner. Bax, burada yazılıbdır skanerin aktiv imkanları bir düymə düşən nöqtələrin sayıda DPI, dots per inch. Digitizer də LPI-dir. Digitizer və printer LP-dir. LP. Belə. Gəldik 44-cü suala. Deyir ki, birinci nəsil. Ay maşallah deyir, hansı doğrudur? Cavab nə çıxıb son götürək, çünki oxumağa adamda necə deyərlər, hal yoxdur. Bir uzun cümlələr gözünə durur. C variantıdır onun. Ne çıxıbdı? Heç nə, C variantı. Nəsillərlə bağlı bir sualdır da. Heç nə. Oxuyub yazmaq lazımdır bunu. Demək ehtiyac var bu suala. Xeyr Həcər xanım. Mənim asandır bu. Tamam. Gəldik 45. Aşağıdakı sırada kompüterin yalnız xarici yaddaş qurğuları verilmişdir. Bura baxıram, bu Bu da getdi. asandır. C Operativ variantıdır. yaddaş daxilidir. C variantdır, bəli. D variantında flash yaddaş, daxili yaddaş qurğusudur. Operativ yaddaş da getdi buradan. CD-ROM, CD-SDR və BIOS getdi, ROM getdi. Burada da ROM getdi, A variantı BIOS getdi. Belə. Gəldik 46-cı suala. Qırx altı. Unicode ilə kodlaşdırılmış mətnin hər səhifəsində 128 sətr, hər sətrində 64 simvol var. 100 səhifəlik mətn yaddaşda neçə kilobayt yer tutur? Unicode ilə kodlaşdırılmış mətnin hər səhifəsində Unicode deyil, çox rahat bir sualdır. Həcm, belə deyək, baytlı ifadə olunur, çünki ASCII və Unicode məsələlərində həcm baytdır. Unicode dediyinə görə vuracam 2-yə, 128 yazacağıq 2 üstündə 7, 64 yazacağıq 2 üstündə 6 və vurulsun 100 səhifə dediyinə görə vurulsun 100. Və baytdan da kilobayta keçəndə bölürlər 2 üstündə 10-la. O da bərabərdir 2 vur, bu mənə verəcək 2 üstündə 14. Vurulsun 100, bölünsün 2 üstündə 10. Tak, belədir, 2 üstündə 4 vurulsun 100. Cavab 1600 edir də, yəqin ki. Açıq sualdır, 1600. Bəli, mənim 1600. 1600. Görək belə cavab var. Açıq sualdır bu, hə. Yox, cavab verəcək 1600. 1600. 1600. Sonra 47. Deyir, qabarit ölçülərinə və məhsuldalığına görə. Qabarit ölçülərinə və məhsuldalığına görə çox Bu böyük da kompüter, asandır. mini kompüterlər, mikro kompüterlər, bir də orta kompüterlər. Portakal. Deməli, biz hansılarını öyrənmişdik? Öyrənmişdik ki, çox böyük kompüterlər, orta kompüterlər, mini kompüterlər, mikro kompüterlər. Mikro kompüterlər fərdi kompüterlərin yaradılmasıdır. Böyük kompüterlərdə mainframe'lər deyilir. 47-də cavab olacaqdır. Deməli, 1, 4, 5 və 8. Növbəti 48-ci sual. Elektron poçt protokolları su kimi bilməlisiniz. Biri IMAP-dir, SM tipidir və POP3. SM tipi senddir, göndərmək üçündür. IMAP-dən də POP3 daxil etmək üçündür. IMAP də POP3-ün köhnə versiyasıdır. Cavabımız oldu 1, 3, 4. Dörd. Növbəti gəldik
49-cu sualım. Bax Şərqiyə, bu da sənin sualındandır. Hə. Kilobit. Görsən, deyir informasiyanın həcmi 40% azalır. Ötürmə sürəti budur, saniyə budur, faylın ilkin həcmi neçə kilobayt olmuşdur? Heç nə, gəl hesablayaq. Cavabı da kilobaytdan istəyir. Gəl biz birinci 16 kilobiti çevirək kilobayta. Kilobitdən kilobayta keçəndə bölürlər nəyə? Şərqiyə. Bax, kilo hissələri eynidir, bitdən bayta keçərsən. Yəni böləcəksən 8-ə. 8. 16-nı da 8-ə böləndə eləyir 2. Düzdür? Və sən buradan sürəti tapdın 2. Zamanı da verib 12 saniyə. T'də 12. 12-ni vuracaqsan 2-yə. Alacaqsan həcmi 24. Çünki həcm sürətlə zamanın bir-birinə olan hasildir. 24. Sənə deyir ki, həcmi 40% azaldıblar olub 24. Bəs əvvəl necə idi? Belə deyək də, hansı ədədi 40% azaldanda 24 alırsan? Onda biz nə edək burada? Yəni belə yaza bilərik də 24 40% və %x%. Belə yazıram. Hə, Hansı ədədi 24%, üzrü say, 40% azaltsan, bax burada yazıram 40. 24 alarsan. Belə yaza bilərik də riyaziyyatdan. Hansı ədədi 40% azaltsan 24 alarsan. Gəl bu tənliyi həll eləyək görək hələ. Bundan bu getdi qaldı 5-də 2. Alırıq. X çıxılsın 5-də 2. X bərabərdir 24-də. X-dan da 5-də 2 çıxmaq qalır 5-də 3x. 5-də 3x bərabərdir 24-də. Buradan da alırıq 3x bərabərdir 24 vurulsun 5 120. X eləyəcəkdir 40. Müəllim, mən neynədim? 24-ü 60% yazdım. Çünki 40% azalandan sonra 60. Olar. Oldu cavabımız 40. 40 çıxıb da yəqin ki. Mənim 40-dır cavab. İndi baxaq 50-ci suala. Enerjidən asılı olmayan yaddaş. Bu ancaq xarici yaddaş olar. Enerjidən deyirəm axı, daxili yaddaş Daxili veribdir. yaddaş, bəli. Daxili yaddaş. PhD-də burada gedirdi ona görə. Enerjidən asılı olmayan daxili yaddaş. Daxili yaddaş olacaqdır ROM. Rom. RAM, amma enerjidən asılıdır. Asılıdır. Deməli 3-ə aid. Həm də keş yaddaş da asılıdır Keş enerjidən. yaddaş, bəli, keş yaddaş da asılıdır. 3-ə aiddir, bəli. 3B. Enerjidən asılı olmayan yaddaşlar var. Enerjidən asılı olan yaddaşlar var idi. Enerjidən asılı olan yaddaşlara aiddir əməli yaddaş. Keş yaddaş, registr yaddaş, video yaddaş. Bunlar asılıdır. Bir də var asılı olmayan. Digər yaddaşların hamısı da asılı olmayandır. Ardıcıl müraciətli xarici yaddaş. Bu da kitabımızda verilmişdir. Bunu da aiddir streamer. Gəlin bunu da sizə göstərim hardadır. Bu da kitabda var. Səhifə 19 idi, səhv etmirəmsə. Səhifə 19-u demişdim ki, sizə oxuyarsınız. Bax, burada verilibdir. Gözləyin, göstərim bircə dəqiqə. Hə, bax, buradadır. Deyir ki, birbaşa müraciətli. Birbaşa müraciətlə aiddir sərt disk, flash card, optik disk və s. Ardıcıl müraciətliyə aiddir maqnit lenti. Maqnit lentilər nədir? Streamer. Gördünüz mü? Burada da yazılı streamer. HD-də heç birinə getmədi. Belə. Bu da oldu bizim üyüsü 9. Kimdəsə nəsə qaranlıq sual qaldısa, buyurub versin. Yoxdursa, keçək üyüsü 10-a. Deyim ki, üyüsü 9 asan idi mi? Xeyr, asan deyildi. Asan deyildi, çətin idi. Çətin idi, bəli. Məsələlər çox çətindir, Həcər xanım. Məsələ çox idi. Sabah sınağa gedəcəksiniz.
O məsələlərdən İnşallah. cəmi məndə ikisi düzüldü İnşallah. müəllim. Qalan səhv. Kimlər gedəcək sınava? Mən gedəcəm. Mən gedəcəm. İnşallah. Gedin hansı filialda olacaqsınız? Nərman Nəriman. Nərmanov. Saat neçədə olacaq? 9-da. 9. Gedin, gedin. Axşamınız xeyir müəllimə. Mən dimin sınağına gedəcəm səhər. Sabah dimin sınağı var magistrdan. Bəli, magistrdan sınağı var. Səhər. Nə gözəl, heç xəbərim yoxdur mənim. Nə gözəl, get görək necə olur. Sualları yığ gətir. Dünyanın gözünü kör qoyub gələcəm. Sağ ol. Sualları paylaşarsan bizlə Əsir. Məncə elektron Süleyman Sani Axundov da burada Dərnəgüllə Azadlığın arasında. Orada da kompüterdə olur suallar və orada da yazıblar ki, sualları paylaşmaq olmaz da, kitabçanı yəni köçürdüb vərəqə falan götürmək olmaz. Onu değiştir. Məncə verməyəcək. Hə, verməyəcəklər. Yadımda nə qalsa odur. Yadında nə qalsa nə deyərsən. Hə, tamam. Baxaq 26-cı suala. Bir otağa gələn internet xidmətini otaqdakı digər komitələr arasında paylamaq üçün hansı şəbəkə qurğusundan istifadə olunur? Router. Təbii ki də bu modemdir. Yəni router. Baxın, internet xidmətini digər komitələr arasında paylamaq. İnternet xidməti varsa, deməli burada modem var. O da olacaqdır router. Switch nədir? Switch hub'ın ağıllı versiyası idi. Sadəcə şəbəkəni bağlayırdı. Şəbəkəyə qoşurdu kompüterləri. IC modeldir. UPS var. UPS şəbəkənin qəfil itməsinin qarşısına alan bir qurğudur. Generator rolunu oynayır. Repeaterdakı təkrarlayıcıdır. Belə. 26 oldu A variantı. Növbəti 27. İlkin həcmi 44 MB olan faillər odalı qovluqdan bu qədər silinmişdir. Gəlin 2560-dan 1536-dan toplayaq. Çünki kilobaytlar verib, sonra çevirək megabayta. Görə neçə edir? 4096. Bu ikisinin cəmi mənə verir 4096. Alırıq 4096 kilobayt. Amma məndə burada megabayt verib də. Gəlin bunu çevirək megabayta. Verək 1024-ə. Çünki kilobayt da megabayta keçəndə 1024-ə bölürlər. Və alırıq buradan 4 megabayt. 4 megabayt. Və deyir bu qədər silinib. 44-dən də çıxacam 4-ü. Alacağım. 44-dən 4 çıxanda neçədir? 40. 40 megabayt. Hər nəysə, biz artıq burada aldıq ki, hələ ki bizim nəticəmiz 40-dır. Sonra nə deyir? Qovluq arxivləşdirərək 2 megabayt saniyə nə ötürülür? Qovluq deyir ki, 25% arxivləşdirilibdir. 25% arxivləşdirilibsə, deməli 75% qalıbdır. Bir sözlə 40-ın %75-i qalıbdır. Bax, sıfırlarımızı apardıq. 4-ü 75-ə vuranda 300, 200-də ona böləndə qaldı 30. Deməli, bunun nə qədəri qalıbdır? 30 kilobayt, megabaytı. Şuna bir geri qayıdın da o yazdıqlarınıza. Mən onu yazırdım. Buyur Aytaç. Buradan aldıq 30 megabayt. Sonra da deyir ki, sürəti budur, saniyəni tap. Gəl birinci sürəti buradan tapaq. Sürət nədir? Həcm var. Sürəti 2 megabitdir, dəqiqəni istəyir. Belə eləyək də. 30 bərabərdir, 30 bərabərdir. 30 megabayt yazaq. 30 megabayt bərabərdir. 2 megabit vurulsun tək. Birində megabaytdır, birində megabitdir. Mega hissələri eynidir. Baytdan da bitə keçəndə 8-ə vururlar. 30-u vuracaq 8-ə. Bərabərdir, 2 vurulsun tək kimi yazacaq. İxsalarımızı aparsaq buradan alarıq 120. Deməli, T oldu 120 saniyə. Nəyə görə 120 saniyə? Çünki megabit bölünsün saniyə verilib.
Amma cavabı bizdən dəqiqə ilə istəyir. 120 saniyə də 2 dəqiqədir. B variantı. Başa düşdük? Çətin məsələdir bu. Çətindir, bəli. Asan deyil. Mən bir dənə nəyi başa düşmədim. O ixtisarı aparanda çaşdım orada. 30-u vurdun 8-ə. 240. 240-ı da 2-yə böləndirik 120. Hansı ixtisarı? Mən onu başa düşdüm. O şeydən mən 175 var idi. Kəsir dolanı. Onu orada çaşdım. 175 deyir ki, sənə %25 arxivləşibdir. %25 arxivləşdiribsə, neçə faizi qalıbdır? %75-i. 75. Ona görə də biz aldığımız 40 megabaytı vurduq %75-ə. Oradan aldıq ki, bizim əlimizdə qalan həcm 30 megabaytdır. Sonra da gəldik 30 megabaytı da sürəti verib saniyəsini istəyir. Tapdıq. Sürəti veribdi 2 megabit, ümumi həcmdə 30 megabaytdır. Tapdıq oradan çevirdik ölçü vaatlərini bir-birinə bərabərləşdirdik. T-ni tapdıq 120 saniyə. Amma bizdən istənilən cavab dəqiqədir. 120 saniyə də 2 dəqiqədir. Gələk 28 tipli sualdan. 28 tipli sualı biz sizdən işləmişdik. Demək, bizə verib ki, 264 rəng çalarından yalnız 32-sindən istifadə olunur. Biz bildirmişdik ki, lap istəyir 63-ündən istifadə olunsun, xeyri yoxdur. Biz hər zaman ümumi rəngə baxırıq. Ümumi rəngimiz nə qədərdir? 264. Yaxşı, bəs kiçik yenimiz nə qədərdir? Kiçik yenimiz də burada 64-dür. Mənə lazım olan 64-dür burada. Çünki bizim həcm düsturumuz bitlə ifadə olunur. Və yazılır A vurulsun B vurulsun N. Kiçik N'in də yerində durur 64. Piksellərində sayını veribdir. 1024-ün 512-yə. Gəlib yazdım 1024-ün 512-yə. Yəni 2 üstündə 10 vurulsun 2 üstündə 9 vurulsun 2 üstündə 6. Bunu hesablayaq görək hələ bizə nə verir? 19 2 üstündə 25. Böyük ehtimal ki, cavabı megabaytdan istəyəcək. 2 üstündə 25 biti megabayta çevirəndə 2 üstündə 23-ə bölürlər. Bu zaman alacaq 2-nin kvadratı. 2-nin kvadratı da 4 deməkdir. Aldıq 4 megabayt. Yəni B variantı. Müəllimə, orada 264 var. Siz onu 206 kimi götürdünüz. Aha, bəli. Misal üçün, ola bilər ki, o heç qüvvət şəklində göstərilməyən bir ədəd olsun. 258 misal üçün. Onda necə eləyirik? Elə 58-i götürəcəksən. Vurulsun 58 kimi Onda yazacaqsın. 58-in özünə vuracağıq. Bəli. Hə, tamam. Növbəti baxaq 29-cu suala. Deyir ki, 20 səhifəli sənəd aşağıdakı şərtlərlə çapa verilərsə, 17-ci çap vərəqində hansı nömrəli səhifə çap olunur? Necə deyək, necə edək? 17-ci çap vərəqində. Kollektordan kollektor baxılacaq təbii ki də. Və kopyaların sayı. Hə, bu qəşəng sualdır. Demək, burada bizim baxacağımız bir hissə var ki, səhifə məsələsidir. Səhifə məsələsində baxacağımız kollektordan kollektor və kopyaların sayıdır. Hər bir səhifədən 2 dənə kopyalayaq. Burada da bizə səhifələr verilmişdir. Deməli, birinci səhifədən 2 dənə, 5-ci səhifədən 2 dənə, 10-cu səhifədən 2 dənə, 11-ci səhifədən 2 dənə, 12-dən 2 dənə, 13-dən 2 dənə, 14-dən 2 dənə, 15-dən 2 dənə, 16-dan 2 dənə, 17-dən 2 dənə, 18-dən 2 dənə, 19-dan da 2 dənə, 20-dən də 2 dənə. Bildiniz də bu hardan gəldi?
Çünki bizə verilibdir 1,5,10-20. 20. Yazdıq. Və gəlib indi başdan sayıram ki, bu 17 gəlib hara düşəcək? Gəlirəm sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 11, 12, 13, 14, 15, 16, 17. Gəldi düşdü burada 16-ya. Demək 17-ci vərəqimdə 16 nömrəli səhifə çap olunacaq. C variantı. Başa düşdük bu sualı? Müəllimə, bə aşağıda bu Bəli. uncollected var idi. Bəli. Onun nə önəmi oldu? Bəs uncollected elədikdə hər bir İki səhifədən dedi. burada kopyaların sayını 2 veribdir. Kopyalar. Deməli birinci səhifədən 2 dənə, Aşağıda beşincidən 3 2 dənə dənə. verməyib, ay müəllimə. Uncollected-dəki 3 dənə göstərmir. Sən kopyalan. O nümunə üçün verib sənə 3 dənə ardıcıllığı. Birdən 20 səhifə yox, tutaq ki də 50 versə, oturub bunu yaza bilməyəcək. Onda başqa üsul var. 50 verməz axı, elə üsulu bu da axı. Bundan başqa üsul olsa niyə deməyim, asan üsul olsa. Gərək oturub bir-bir yazasan. Yəni səhifə sayını çox verməz də onu deyirəm. Yox, yox verməz. Yəni səhifə sayı 1 olanda, məsələn, 20-yə qədər bir dəfə yazacağıq da. Aha, bəli. Səhifə sayı yox, kopya sayı 1 olarsa. Daha doğrusu kopya sayı. Onun müəllimə şey demək olar. Məsəl üçün 17-ci istəyir də, elə 20 dənə yaz, lap çox versə də, onu başla hesablamağa. 20 dənə yazsın. Burada yəni bu siz səhifələri yazmadınız, indi 2 dənə, 2 dənə. Hə, bəli. Yəni ki, o soruşacağından o tərəfə getməyəsən, elə ona qədər yazırsan, davam eləməyəsən, sonra başlayasan saymağa. Aha, bəli. Belə. Bax, növbəti suala. Bu sualı kimsə başa düşmədisə bir daha desin. Hansını? Müəllimə başa Rəfa? düşmədim, nəyi başa düşmədim? 29. Bu uncollected deyiləndə nə nəzərə alınır? Uncollected deyəndə hər səhifədən kopyaların sayı qədər çıxarır. Sənə verilən səhifə bax buradır. Hə, onu bildim, Bir- o heç. Kopyada 2 dənədir. Bu uncollected olanda 2-2 çıxır da onda. Bir dənəsindən 2-2 çıxır. Yox. Kopyan nə qədər verilibsə o qədər çıxır. 3 dənə yazsaydı 3-3 çıxacaqdı hər Həcər səhifədən. xanım, Həcər Dörd xanım, dənə üzr istəyirəm. yazsaydı. O birisi variantı da göstərin, daha aydın olacaq. Collected olanı seçin. Collected-də 1, 2, 3 belə-belə gedir də. Hə, bax elə müqayisə eləsəz, Roja Pərvin xanıma aydın olacaq. Bu biraz çaşdırır adamı. Bax. Hə. Bir var collected. Bir də var Həcər müəllimə, uncollected. siz deyirdiniz, Bəli. mən bunu başa düşmürdüm. Siz mənə bir dəfə izah elədiniz, mən başa düşdüm. Dediniz ki, elə bir 3 nəfər durmusunuz. Üçünüz də deyirsiniz ki, mənə məsəl üçün tutaq ki, 2 kopya məsələn də növbəli şəkildə çıxardıb verib. Belə bir nəsə bir şey izah eləmişdiniz. Bir də var ki, bir nəfər gətirir deyir ki, məsələn, bunu başdan ayağa çıxart mənə ver. Uncollected Hə. odur da. Ağac sol, hə. Daha doğrusu, Ağac hə, sol. bax elə bir 3 nəfər durub sıra-sıra, elə bir səhifədən bir 3 dənə çıxardıb buna verirsən, seriya kopya sayı qədər. Sonra bir ədalətli olsun deyə də, sonra buna da 3 dənə vərəqini çıxardıb verirsən, buna da 3 dənə. Təzədən başlayırsan, bu qalanını verirsən də elə bil, tipa elə bir şey. Ay müəllim, collected olanda Biz amma lap 1, şeylər 5 hərəsindən 1-1 çıxasıydı, hə? Bax, gəl sənə bir nümunə çəkimdə yəni. Getmisən hər hansı bir kursa. Kurs sənin üçün PDF çıxardır, düzdür? Bir var PDF-i ardıcıl şəkildə çıxardır səhifələrini. Bir də var ki, hər səhifədən 5 dənə kopyalayır. Birincidən 5 dənə, ikincidən 5 dənə, üçüncüdən 5 dənə, 4-dən 5 dənə, 5-dən 5 dənə. Gəl başlayır sonda onları tikməyə. Mhm. Bu uncollected-dir. Bir də var ki, ardıcıl şəkildə bütün səhifələr çap edir, sonra yenidən başlayır ardıcıl şəkildə çap eləməyə, sonra yenidən başlayır ardıcıl şəkildə çap eləməyə. O da collected-dir. Bu da collected-dir. Bax, collected-da sənə nümunədə verib ki, ardıcıl gedir, ardıcıllıqdan. Bax, 1-2-3, 1-2-3, 1-2-3. Amma uncollected da necədir? Hər səhifədən kopyaların sayı qədərdir.
Başa Hə, düşdün? anladım. Tərcüməsi elə bil Pərvin dəstələnmiş, dəstələnməmişdi də. Elə bil bir kitabı sırayla çıxardır hamısını, səhifələrini. Birdən Hmm. 60-a qədər tutaq ki, səhifəsi var. Bax bu Hə. 1 2 3 olanda ardıcıl sırayla çıxardır, kitabı tikir, qoyur qırağa bir kitabı. Sonra Prosta mənim başqa çaşdığım kitab. bilirsiniz nə oldu? 3 dənə qoymağı. O ankolekdə də 3 dənə qoymağı məni Onu çaşdırdı ki, sən niyə 3 nümunə kimi satmır? başa düş. Onu sən boş ver. Nümunə Hə. kimi göstərir ki, Nümunə yəni kimi ki, verib də sənə. Yəni bir ankolekdə 2 kopya 2 baxım, kopya sayına baxım. Hə, Bəli. məsələn, kopyada 3 yazılsaydı, bəli, siz onda 3 çıxaracaqdınız. 3 götürürsən. Tamam, anladım. Mən onu sənə təzədən bir də video çəkib göndərərəm. Ağıllı videolarımla. Hə, sənin izahların əladır, göndər. Mən onu başa düşmürdüm. Həcər müəllimə bax o tipdə bir dənə izah elədi, ondan yadımda qalıbdı. Növbətə baxaq 30-cu suala. 30-cu sualda deyir ki, verilənlər bazı nəzəriyyəsində atribut anlayışı nəyi bildirir? Atribut Sütun sütun başlıqları. başlıqları. Sütun başlıqları. Bunu da qoyun PowerPoint-də göstərim. Keçən dərsdə bunu bildirmişdim. Açıq sual kimi düşmüşdü. Orada da demişdim. İndi də deyim. Baxın, burada atributlar var. Atributlar nələrdir? İş nömrəsi, soyad, atasının adı, universitet, məntiq, bir sözlə sütun başlıqlardır bu atributlar. Atribut sütun başlıqları adlanır. Yəni cədvəlin sütununun başlığı. Növbəti gəldik. Ctrl Shift End deyir, neynir? D variantı mı? Baxın. Demişdim ki, Shift varsa, birinci orada seçim var. Amma kontrol varsa, kursoru hərəkət etdirmək var. Kontrol varsa, deməli kursoru hərəkət etdirir. Shift varsa, seçməkdir, seçmək. Demək, Ctrl Shift seçməkdir. Hərəkət etmək deyil, kursorun dayanıcısı seçim edir. Kursorun hərəkət etməyə imkan verir, getdi. Sətrin sonuna qədər, sənədin sonuna qədər. Ctrl Shift-in sətrin sonuna qədər seçmir. Sənədin sonuna qədər seçir. Çünki end sənədin sonudur. Ctrl Shift End kursorun dayandığı yerdən sənədin sonuna qədər seçim edir. Bu nə deməkdir? Mən bir də o sənədə daxil olum. Belə bir sənədim var. Kursorumda dayanır, tutaq ki, bax burada. Burada. Gətirdim, dayandırdım burada. İndi mən Ctrl Shift N-i klikləyəcəm. Gördünmü? Necə oldu? Bax, həmin kursor dayandığı yerdən gözləyin görüm kursorum hardadır. Hə. Bax, mən kursorumu burada dayandırmışdım. Həmin kursorun dayandığı yerdən ta ki sənədin sonuna qədər seçir. Ctrl Shift N. 31-də D variantı. Gəldi 32-ci suala. Xana daxilində bir neçə sətr, necə? Demək, bu nədir? Bu əslində köhnə versiyasının şəkildə. Hə. Mən onda səhv eləmişdim. Mən düz elədim, amma B variantını Bu seçdim. köhnə versiyasının əslində biraz şəkildir, çünki köhnədir. Əslində belə göstərir. Mən amma Bracket müqayisə elədim, Həcər xanım, gördüm elə ən bax uygunu belə. odur. Bu əmrdir, baxın. Hə. Əslində, baxın bu əmrdir. Wrap text. Bir neçə sətirdə yazır ifadəni. Yaxşı, onu götürək B variantı. B çıxıbsa B-də götürək. Çünki amma bu köhnə şəkildir. Yeni versiyası salınmalıdır. Gəldik. 33. Verilmiş lent qrupu hansı lent tabına məxsusdur? Mən Transition. demişdim ki, Keçid, əgər bu keçid hissədə yerində burada. animations yoxdursa, deməli bu aiddir transitions tabına. Transition. Çünki həm animations da, həm də transitions da timing lent qrupu var. Amma gəlib siz nəyə baxacaqsınız? Birində yazılıbdır. Animations'da yazılıbdır your animation. Timing lent qrupunda baxın burada. Amma transitions'da elə söz yazılmayıb. Ona görə də olacaq elə bu transitions.
Növbəti 34. 34-cü sualı dəfələrlə bildirmişəm. Ola texnologiyası. Bir proqramın daxilində başqa bir proqram açırsan. Yəni, obyektin digər proqramlarla birgə işləməsi vasitəsidir. Sonra. 35. Həkim antiviruslara deyir, nələr aiddir? Ay maşallah. %10 proqram yöneticisinin gələcəkləri. Xeyr. Əmək edəcək. Xeyr, bu detektorlarda virusların vaksinləşdirmə. Bu immunizatorda vaksin dekatorlar sistemi yatsan C dönüyorlar. variantıdır. İç proqramlarda qaldı C variantı. Virusdan aşırı edilməsinə və C zərərsizləşdirilməsinə. yazmışdım. Necə? C. Mən C yazmışdım. Onu. Yəni birlikdə baxaq da. Bunlar nədir? Mən elə kakraz Vaksinləşdirmə Həcər xanım yolu da- təkrarladım. Həcər Bu- xanım elə mən bölməni təkrarlayırdım. Elə təkrarlayandan sonra bu testi eləyəndə gördüm ki, uyğun ən variantı odur elə. Əla. Bu vaksinləşdirmədir, yəni immunizator adlanır. İmmunizator. Növbəti dövrü olaraq cari vəziyyətdə bu aiddir müfəttişlərə. Müfəttişlər. Əməli yaddaşda xarici yaddaşın axtarışını təmin edir, bu aiddir detektorlar. Birincisi də aiddir filtrlara. Bizdən də istənilən həkimlərdir. Həkimlərə də aiddir, aşkar edilməsinə və zərərsizləşdirilməsinə imkan verir. Növbəti Elə həkimlərin funksiyası yerinə yetirir də. Mən elə o Bəli, vaxt həkimlərin nəzərdən funksiyasını elədir. Doğrudur. Şərt blokundan neçə dəfə istifadə olunacaq yazıblar. Yadımızda saxlamaq lazımdır ki, burada işarələrə diqqət edirlər. Yəni biz baxırıq burada işarəyə. Demişdik ki, əgər böyük bərabərdir, kiçik bərabərdən heç olmasa biri verilibsə, o zaman şərt bloku istifadə olunur bir dəfə. Bir dəfə. Qalan bütün hallarda isə istifadə olunardı 2 dəfə. 36 cavab olacaqdır Y variantı. Deyir ki, AP marşrutlu şəbəkənin səfər haqqında məlumatdan bu ISMP protokoludur. Bunu göstərim qlobal şəbəkələr dərsinə aiddir. Qlobal şəbəkə. Həcər xanım Protokollar. 36-nı bir də izah eləyin də Firuzə xanım yazıb ki, izah eləyin. 36-cı sualdır. Həminki o neçə dəfə istifadə olunacaq? Böyük bərabər, kiçik bərabər olan. Bax. Əgər eyni dəyişən ətrafında ədəd verilərsə, böyük bərabərdir və yaxud da ki, kiçik bərabərdən heç olmasa bir istifadə olunarsa, o zaman şərt bloku istifadə olunur bir dəfə. Qalan digər hallarda isə şərt bloku istifadə olunur 2 dəfə. Bunun mən blok sxemini qurumu Firuzə. Sizə düşmür deyə baş qarışdırmamaq üçün əslində yazmıram blok sxemini. Blok sxemi əslində bunu quraram. Amma ki, Müəllimə, siz burada Bloku demişdiniz ki, böyük bərabər varsa bir dəfə istifadə olunur, heç olmasa birində. böyük bərabərdir və ya kiçik bərabərdir varsa, Hə, heç olmasa varsa bir dəfə istifadə. bir dəfə yoxlanılır. Qalan bütün hallarda 2 dəfə. Sonra gəldi 37-ci suala. 37-ci sualı dedim ki, protokollarla bağlıdır. Daxil olacağım indi qlobal şəbəkəyə. Çünki qlobal şəbəkəyə aiddir. Burada bizim üçün verilibdir ISMP protokolu. ISMP protokoluna router, yəni AP marşruzatorlar və şəbəkənin əsas kompüterlərinə səfər haqqında məlumatların idarəedici informasiyanın göndərilməsinə xidmət edir. Enin tipi nədir? Telekonferansiya, HTTP hipermetinlər, FTP-də faylların ötürülməsi protokoldur. Bir də var UDP ilə ARP. Hə, bunlar haqqında da sizə məlumat verim. UDP sürətlidir. TCP-dən fərqli olaraq paketin çatıb-çatması ilə maraqlanmır. Xəbər qısadırsa TCP-dən əlavə UDP-dən də istifadə olunur. Bəs ARP? ARP də 32 bitlik AP ünvanları MAC ünvanına çevirir. Bunlar da şəbəkə protokollarıdır. Bayaqki səhvə keçə bilərsiniz mümkünsə. Skrin Nəyə? eləyirəm. Hə, buyur. Bayaqki protokolları. Buyur. Bu var, bir də bu var. Bir də bu. O birisinə. Hə, bir dəqiqə. Aha, çox sağ ol. Elədiniz? Buyurun. Elədim. Növbəti 38-ci sual.
Deyə tracking neyir? Tracking demişdi ki, izləmədir. Qoy bir dənə baxım. Bu asandır. Biz işdə çox istifadə edirdik. Ona görə mən rahat gəldi. B variantı mütəxəssislər öz aralarında. Bəli, bəli. Sənlər üzərində müəyyən fikir mübadiləsi etmək üçündür. Bəli. Change yolu. Mütəxəssislərlə öz aralarında sənədlər üzərində müəyyən düzəlişlər apararaq fikir mübadiləsi etmək üçündür. Hə, bunu siz də demisiniz dəfələrlə izahda. Demişəm ki, məsələn, kimsə tutaq ki, sizin sənədinizə nəsə düzəliş eləmək istəyir, nəsə eləmək istəyir, nəsə dəyişdirmək istəyir, bu zaman trackingdən istifadə olunur. Artıq izləmək olur. Belə. Gəlin 39-cu sual. Kompüter qurğularının növlərinə əsasən uyğunluğu müəyyən edin. Skanerin növlərinə aiddir flatbed, sheetfed, overhead skanerlər. Bir dənə işləyən skanerlər. Biri aiddir A. Printerlərə şırnaqlı. Printerə aiddir şırnaqlı. 2-yə aiddir B. Monitora da aiddir LCD və bu. Sırıtı. Sırıtı. Mən printerə termik də aiddir də. Necə? Termikə də belə aiddir. Printerə İndi termik. yazacaq. Termikə də aiddir. Bir dənə qoyun bu sırıtın açılışına baxım. Xatırlamıram sırıtın açılışını. Sırıtı, hə, elektron Müəllim, şüa o buldu. arxası belə O, şüa. Monitordur o Elektron şüa buldu. Sırıtı. Hə, arxası indi belə televizorlar var idi, monitorlar. Ayşe, Onlardan. bunlar keçmişin sırıtıları. Hə, Elektron şüa buldu hətta monitorlar. yadımda qalıb onun. 2-yə aiddir həmçinin B-dır. 3-ə də aiddir C-yə. Bir dənə elə bu C ilə tapmaq olur Həcər xanım. Mən elə baxdım. Doğru, asan sualdır. Mən yaxşı bilirəm. Oradan nə düşür tapıram. Axırlarını oxumamışam deyə tapa bilmirəm. Verilənlər bazasında formalar nə üçündür? Formalar əsas obyektlərə aiddir. Cədvəllərə məlumatın daxil edilməsi və ona baxmağı təmin etmək məqsədilə istifadə olunur. Cədvəllərə məlumatın daxil edilməsi və ona baxmağı təmin edir. Hardadır elə bir variant? B idi variant. səhv. B. Bəli. Yəni digər variantlara baxaq. Baza verilənlərin saxlanılması üçün bu aiddir cədvələ. Mürəkkəb proqram əməliyyatlarının yerinə yetirilməsi bu aiddir modullara. Modullar. Verilənlər bazasında olan verilənlərin seçilməsi bu aiddir sorğulara. Sorğular. Çap da sözün dediyi harda gördüksə, birinci hesabatlara aiddir. Hesabatlar. Və hesabatlar sözünü harda gördün, bir o çapa aiddir. Baxın, burada da tərifləri hər birinin verilmişdir. Belə. Tərifləri hər birinin var, onu da yazdıq. Növbəti 41. Ünvanı saxlanan proqram. Biz həmişə bilirik ki, failin genişlənməsi onun tipini müəyyənləşdirir, növünü müəyyənləşdirir. Burada ən sonda duran failin genişlənməsidir. .pp-dir. Demək olacaqdır bu PowerPoint Y variantı. Qırx ikinci sual. Fərdi kompüterlər mini elektron hesablayan maşınlarının bir sinifidir. Fərdi kompüterlər mini elektron hesablayan maşınlarının bir sinifidir. Elə bir cümlə yoxdur orada. Mini elektron hesablayan maşınlarının bir sinifidir. Qoyun bu qalsın görək hələ. İkinciyə baxaq. Böyük həcmli şəkildə. İkinci doğrudur, hə. Variant çıxdaşla eləyərik. Prosesorun tak tezliyi bitlərin miqdarı ilə xeyr. Prosesorun tak tezliyi 1 saniyədə yerinə yetirə bildiyi əməliyyatların sayıdır. Streamer informasiyanı bəli 4 doğrudur. Periferik qurbanışların mikrosxemlərdir. Xeyr, mikrosxemlər deməli aiddir kontrollerlərə. Kontroller. Deməli, 5-də yanlışdır. Bura enerji dinastıdır. Bəli, 6-da doğrudur, düzdür.
2, 4, 6 var. Bəs bu bir də bizə nə demək istəyir? Fərdi kompüterlər mini elektron hesablama maşınlarının mini deməz, mikro deyər. Çünki mini deyil axı. Mikroya aiddir fərdi kompüterlər. Ona görə yəni deyir, Orada ilə yanlış. 2 ilə 4-ə görə, daha doğrusu 4 ilə 6 eyni olmalıdır deyə ona görə hamısı çıxır. Hə, bəli. Gəldik şablona. Şablonların genişlənməsini təbii ki də bilirsiniz. Şablonların genişlənməsi nədir? Xılı-tıxı olacaqdır 2. Elə bir dənə buna görə tapmaq mümkündür. Növbəti 44. Ayda 44-cü sual alqoritmdir. Yazmısınızmı? Mən bunu heç başa düşə bilmirəm. Çox çətin gəlir. Bilmirəm, indi baxacağam yenə də o sizin rekordlarınıza. Hı -hı. Çətin gəlir mənə. Bax, Şərqiyə, sən nə deyir? Deyir ki, gəl, Rob şərt operatordur. Şərt operatorunun yerinə B-nin qiymətini qoy. Ya qoyarsan bura B-ni 3. 3 kiçik bərabərdir 9-dan. Yox. Şərqiyə 3 kiçikdir 9-dan. 3 Yox, kiçik mən- deyil Bəli, 9-dan. bəli, ciddidir. Şükür yaşağı. Düşdüm həyə. A plus B-nin kvadratı. A-nın yerinə durur 10. B-nin də yerinə durur 3. 10 toplansın 3-ün kvadratı. Bu bizə verəcəkdir 10 plus 3-ün kvadratı 19. 19. Bunu eləmişəm. Benim Burada Bax, B-nin də yerinə ilişib durur 3. B-nin qiyməti 3 dən 3 topladım, aldım 6. Bax, düşdüm aşağı. Özü bax məni istiqamətləndirir ha. Qalxdım yuxarı, bura döndüm. Bax, özü səni hara aparırsa, sən ora gedirsən. Artıq sən B-nin son qiyməti nə tapırsan? 6. 6. 6 kiçik bərabərdir. 9-dan. Hə, düşdüm həyə. Yenə də bu əməliyyatı yerinə yetirirəm. A-nın son qiyməti 19-dur. B-nin də son qiyməti 6-dır. Artıq yazacağım bura. 19 toplansın 6-nın kvadratı. 36 üstü 19 gələn də mənə verir ay Allah. 36 üstü 19. 54. Və burada da 54, alacağım 6 plus 3 9. Düşdüm aşağı, qalxdım yuxarı. B-nin yerinə yenə qoyacağım 9. Alıram. Burada A-nın son qiyməti 54-dür. Toplansın B-nin kvadratı. 54 toplansın 9-un kvadratı. 81 plus 54, 81 plus 54 mənə verir 81, 54. Mənə verir 135. 135. 135, bəli. 9-un üstünə gəldim, aldım 12. Düşdüm aşağı, qalxdım yuxarı. Yoxa gedir indi. Mən aldım artıq B-nin qiyməti 12. 12 kiçik bərabərdirmi 9-dan? Yox. Yox. Getdim yoxa. Və A bərabərdir A plus 4. A-nın qiyməti 135-dir. 135-dən də 4-ü toplayanda A-nın 139. Amma 139 qiyməti yoxdur. Bəlkə mən Yoxdur. nəyisə Əsas odu formanı bildi Həcər xanım. Təzədən Bəlkə mən hesablam. isə 19 toplansın 36. 19-dan 36. Burada 55 eləyir axı. 19-dan 36 toplayanda 55 eləyir. 55. Burada da alıram 136. 136. 136-nın üstünə 4 gəldi, alıram 140. 140. 140 eləyir cavab. A variantı. 140 eləyir. 4-də görən A-mı çıxıb? Bir dənə baxaq görək cavablara. Bir dənə səhv eləyərik. Bu üyüsü 10 idi da. Üyüsü 10-dan 44. A variantı, bəli. Düz tapmışıq. Sonra 45. Münasibət doğrudur. Bundan hər birini çevirək gərək onluq say sisteminə. 45-ci sualda hər birini çevirmək lazımdır onluq say sisteminə. İstəyirsiniz onu eləməyin.
Onu deyəcəkdim, çünki 10 dəqiqədən sonra dərsin başlayacaq, bunu çatdırmayacağım. 45-də Axı bax bunu da tez-tez çevirəcəksiniz onluğa, Müəllim bunu da eləyərdi zəhmət çevirəcəksiniz olmasa. onluğa, bunu da çevirəcəksiniz onluğa. Yəni ikinci onsuz onluqda da çevirməyə ehtiyac yoxdur. Hər birini onluğa çevirib müqayisə edəcəksiniz. O da artıq hansı variant olacaqsa. Növbəti 46-cı suala baxaq. Qrafik tipli faylları seçin. Qrafik tipli fayllar biri tipdir. CorelDraw'dur. 2 mən. Ilısı Excel'dir. Dot Word'dur. MDB database'dir. Biri Bir də BMP'dir. BMP. Koddakı PowerPoint'in şablonlarının genişlənməsidir. 97-2003. Olacaqdır 1-2-6. Növbəti. Bu qəşəng sualdır. Axtarış sistemlərinin əsas xarakteristikaları. Axtarış sistemlərinin əsas xarakteristikaları qlobal şəbəkənin dərsindədir. Qoyun göstərim sizə. Axırıncı səhifələrdədir, yoxsa? Bu saat müəlliminiz tapıb göstərsin. Baxın, axtarış sistemlərinin əsas xarakteristikaları bulardır. Tamlıq, dəqiqlik, aktuallıq, arama sürəti, əyanilik. Qlobal şəbəkənin bu PDF-idir. Slaydı daha doğrusu. Tamlıq, dəqiqlik, aktuallıq, arama sürəti, əyanilik. Bunlara aiddir. Tamlıq, dəqiqlik və aktuallıq. 1-2-4. Orada elə bil əyanilik də var idi, ha müəllim. Əyanilik də var idi. Hə, əyaniliyi görmədim. Deyirəm axı, əyanlik də var. 1-2-4-6. 1-2-4-6. Müəllim 45-i izah eləyərdi zəhmət olmasa. 45-dən hamısını onluğa çevirmək lazımdır, Vüsalə. Kim idi o sualı mənə deyən? Risalə. Hə, Vüsalə, 45-dən hamısını onluğa çevirmək lazımdır, Vüsalə. Bunu da onluğa çevir. Bunu da ikinci onsuz onluqdadır. Çünki C-ni də onluğa çevirmək lazımdır. Onluğa çevirmənin qaydasını bilirsən, Vüsalə? Müəllim o bölürsən o 8 4 2 1 Yox, eləmir. yox. Yazıram. Gözlə. Gözlə yazıram. Bax, bizə nə veribdir? 1, 1, 0, 0, 1, 0, 1, 1, 2 etdi. Bir də C variantını çevirəcəm. D, 0, 16-lıqdır. Bax, necə olacaqdır? Yazıram 0, 1, 2, 3, 4, 5, 6, 7. Sondan başlayıb sıfırdan nömrələyirsən. Və buradan alırsan 1 vur 2 üstündə 7. Toplansın. 1 vur 2 üstündə 6. Toplansın. Sıfırların üzərinə xətt çəkirəm. Çünki sıfıra nəyə vursa 0 verəcək. 1 vur 2-nin kubu. Toplansın. 1 vur 2 üstündə 1. 2 dəqiqə. Aşağıdan yazaq. 1 vur 2 üstündə 1 və toplansın. 1 vur 2 üstündə 0. Buradan alırıq 128, 64, 192, 200, 202, 203. 203 alınır buradan. Toplayanda. Növbətdə bunu çevirək. 16-lıqdan 10-luğa. 0, 1 yazdım. Alacaq D bildirir 13'ü. 13 vurulsun 16. Bizə səhv etmirəmsə verir 13 16-ya vuranda. Telefonda qoyun gözlüyün vurum. 13 vurulsun 16. Bizə verir 208. Çünki 0-ı nəyə vursa 0 verəcək deyə eləmədim. 10-luqda. İndi gəlib həmin sualıma baxıram. Burada deməli birincini tapdıq 203. 203. Digərində tapdıq 208. Bu B zaten onluqdadır, müqayisə edək. Olacaqdır ən kiçik B kiçikdir A-dan, o da kiçikdir C-dən. D variantı.
Gəlin 48-ə baxaq. Deyir, C11 xanasındakı düstur C12-yə köçürüləndən sonra C13-ün qiymətini tap. Baxın, sütunlar eynidir. Sətrin bir vahid artıbdır. 11 idi, olub 12. Yazacağıq. Sütun dəyişmir B. 11 idi, olub 12 isə, burada 12 olacaqdır 13. Çıxılsın. Bu sağ tərəfdə hər ikisinin qabağında dollar var. Dollara, dollar 11 olduğu kimi qaldı. İndi gəlin həm C11-i hesablayaq, həm də C12-ni hesablayaq. B12 çıxılsın A11. B12-nin yerində durur 5. A11-in də yerinə durur 3. 5-dən çıxacam 3'ü, alacam 2. Növbəti B13-ün yerində durur 6. A11-in də yerində durur 3. 6 çıxılsın 3, alacam 3. İndi mənə average deyir. Average ədəd ortada. A1-dən C12-yə qədər. Bax, buradan ta ki, bura qədər mənlə deyir. Ədədləri cəmlə. Hansı ədədlərim var? Ədədlərim var. 3 toplansın 7, toplansın 5. Toplansın 2, toplansın 3. Dırnaq arasında 10 götürülmür. Niyə? Çünki mətn tipindədir. Və böləcəm O 5-ə. məsələdir. Bu 3, 7, 10, 15, 20. 20'ni də böləcəm 5'ə, alacam 4. Cavabımız 4'ə bərabər olmuş oldu. Buradan aldıq. Cavabımız 4. Belə. Sonra 49. Deyir, sənədində yaradılmış adında maksimum nə qədər simvoldan istifadə etmək olar? Ha, bu 55. bilirsinə ilə bağlıdır. Bu yəni failin adında istifadə olunan simvollarla bağlıdır. Biz bilirik ki, Windows əməliyyat sistemində fail və qovluğun adında maksimum 255 dənə simvol istifadə edərək. Windows özü də bir sənəddir, faildir. Ona görə də cavabımız olacaqdır 255. 155. Növbəti 50-ci sual. F8 klavişini 2-3-4 dəfə kliklədikdə nələr seçilir? Yadınıza saxlayın ki, F8 düyməsini 2 dəfə kliklədikdə söz seçilir. Söz seçilir müəllim, söz. Yəni birə aiddir A. Ha, yadımdadır. 2 dəfə üzrlü sayın 3 dəfə kliklədikdə cümlə seçilir. 2 Cümlə. aiddir C. C. 4 dəfə kliklədikdə isə Abzas seç. abzas seçilir, bəli. 5 dəfə kliklədikdə bütün sənəd seçilir. Sənəd. Yaxşı? Hə. Belə. Rekordu dayandırım.